Salam dəyərli dostlar. Bu videoda mən sizə bir insanın iş görən zaman, iş quran zaman uğur qazanması üçün vacib olan bacarıqlardan biri haqqında danışacağam. 7 ilə yaxındır ki, rəqəmsal marketinq sahəsində işləyirəm və bu illər ərzində kifayət qədər uğur qazanmış sahibkarlardan, müdirlərlə görüşmüşəm, danışmışam. Yəni bir yerdə biz iş görmüşük, reklam işləri görmüşük və bu insanların ortaq bir xüsusiyyətini kəşf eləmişəm ki, bu insanlarda ən önəmli olan, yəni iş qura bilmək üçün, irəliyə gedə bilmək üçün ən önəmli bacarıq satış qabiliyyətlərinin olmasıdır. Satış qabiliyyəti həqiqətən də bir insan üçün uğura gedən yoldakı ən mühüm bacarıqlardan biridir. Xidmətini, məhsulunu lazım olan yerdə, lazım olan belə deyək də, situasiyada sata bilmək bacarığı onu uğura apara bilən ən mühüm xüsusiyyətlərdən biridir. Başqa nüansları, bacarıqları da saymaq olar. Amma satış qabiliyyəti elə bir qabiliyyətdir ki, bir insan satışı yaxşı bacara bilən bir insanı burada uğur qazanıbsa, başqa bir ölkəyə apar, o satış qabiliyyətindən, satış bacarığından orada da nəsə eləyə biləcəkdir. Dəyərli izləyicilər, rəqəmsal marketinqdən bağlı YouTube-da ödənişsiz şəkildə paylaşdığımız video dərsliklərimiz var. Rəqəmsal marketinq sahəsində özünüzü inkişaf etdirmək istəyirsinizsə, Mövlud Əhmədov YouTube kanalıma daxil olaraq orada dərsliklərlə tanış ola bilərsiniz və həqiqətən də öz işinizi qura bilmək və yaxud da ki, mövcud bir biznesiniz var, onu inkişaf etdirə bilmə baxımından oradakı verdiyimiz dərslər sizə çox kömək olacaq. Necə ki, indiyə kimi videoları izləyib müəyyən işlərində kömək olmuş şəxslər bizə də geri dönüşlər edirlər ki, bəs həqiqətən də dərslərinizdən çox fayda götürdük. Ödənişsiz dərsləri hətta nəzərdə tuturam. Siz də kanala abunə olaraq dərslərdən yararlana bilərsiniz.